Əhl-i Sünnə alimi nəql edir kitabında Peyğəmbər sahabələrindən, buna diqqətlə qulaq asın. Peyğəmbər sahabələrindən ancaq Həzrəti Əli İslamı olub ki, minbərdə əyləşib deyirdi, soruşun məndən bilmədiyinizi. Kim bu iddianı elə bilər? Biri deyə bilər, mən dərs oxumuşam, mən də bir kitab vərəqləmişəm, mən də elm əhliyəm, cahil deyiləm. Amma bir adam desin ki, ay cəmat, nə var bilmədiyinizi məndən soruşun, bu hər adamın işi deyil. Qalxıb bir dənə sual verələr, bir elmdən bilməzsən. Riyaziyyatdan, astronomiyadan, müxtəlif elmlərdən İmam Əliyə sual veriblər, ayrıca bəhsi genişdir. İmam cavabını verib. İmam deyir, buyurdu, nəyi istəyirsiniz, nəyi bilmirsiniz, soruşun məndən. Tarixi Dəməşq, İbn Əsakir. 70-dən çox sayılıb kitablarda gəlmişdir ki, dəfələrlə Peyğəmbər sahabələrinə, o cümlədən də xəlifələrə sual verirdilər. İkinci xəlifənin dilindən nəql olunub dəfələrlə. Ləulə Əliyyun ləhələkəl Ömər. Əli ilə İslam olmasaydı Ömər həlak olardı. Ya Əli, sən niyə bu qədər tez düşünmədən cavab verirsən? Sualın cavabını verirsən, düz verirsən. Amma belə bir an belə çəkmir belənsinə. İmam deyir, bu neçədir? 5. Niyə düşünmədin? Bütün elmlərim mənim yanımda bu 5 kimidir. İndi belə bir şəxs gələ rəhbər olsun, yoxsa bilməyəndə onun sorağına gedənlər, ondan soruşanlar, savadsız necə rəhbər ola bilər, savadlı qala-qala? Alim kənarda qalar, cahil rəhbər olar, hansı ədalətdir?